Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların tibbi sosial reabilitasiyası, xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Türkiyəyə göndərilən sağlamlıq imkanları məhdud bir qrup uşaq bərpa müalicə kursunu başa vuraraq geri dönüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ay 20 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq valideynlərdən birinin müşayiəti ilə Türkiyənin Dənizli bölgəsində bərpa müalicə kursu keçib. Müalicəni başa vuran uşaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları və ali üzvləri qarşıladılar. Qarşıda gözlənilir ki, yaxın vaxtlarda təkrarı tenderlər keçiriləcək və sağlamlıq imkanları məhdud olan və Səhiyyə Nazirliyinin müvafiq komissiyasının qərarı olan şəxslərin yeni qruplar üzrə göndərilməsi nəzərdə tutulmuşdur. Bununla bərabər Respublikanın daxilində də əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud olan şəxslərin müalicələri yerli Respublika miqyaslı reabilitasiya mərkəzlərində aparılır. Sağlamlıq imkanları məhdud uşaqların valideynləri övladlarının xaricdə bərpa müalicəsinin təşkilinə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə etdilər. Evladımı xaricə dövlət tərəfindən müalicəyə aparmışdıq. Çox gözəl müalicə oldu. Öz ailəmiz adından prezidentimizə, onun xanımına təşəkkürümü bildirirəm. Belə təşəbbüslərin daha da geniş olmağını arzulayırıq. Dənizlidə müalicəmiz çox uğurlu keçdi. Bərpadan çox razıyam. 3 ildir ki, uşaqlarım iflis xəstəliyindən əziyyət çəkirlər. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirik ki, belə uşaqlar üçün bu cür şərait yaradıblar. Bizi göndərdilər xaricə, biz uşaqlara müalicə aldıq, gəldik. Böyük minnətdarlığımızı bildiririk. Çox sağ olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin müvafiq dövründə 185 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Türkiyəyə bərpa müalicəsinə yola salınıb. Ümumilikdə ötən ilə müqayisədə daha çox şəxsin xaricdə bərpa müalicəsinin təşkili nəzərdə tutulub ki, bu da ölkəmizdə sosial proqramların yüksələn xəttlə davam etdirilməsini bir daha təsdiq edir. Elməddin Quliyev, Qurban Hüseynov, Lalə Eyvaz qızı, xəbərlər.